Salam uşaqlar, bu gün sizin Atropatena mövzusuna izahına baxacağıq. Deməli, Atropatena Makedoniya İskəndərin vəfatından sonra yaranmış bir dövlət olur, həmçinin də Albaniya. Deməli, dövlət eradan əvvəl 321-ci ildə Atropat tərəfindən yaradılmış olur. Və dövlətin də idarə etdiyi sülalə Atropatlar adlanır deyəcəyim. Dövlətin əsas paytaxt şəhəri Qazaka şəhəri olur. Həmçinin Zərdüştlüyün məbədi hesab olunur Qazaka şəhəri. Qazaka şəhərinin yerinə baxmaq üçün xəritədə Urmiya gölünü tapırıq. Urmiya gölünün ətəyinə baxırıq. Qazaka şəhəri burada yerləşir. Həmçinin Manna paytaxtı İzurd da bu ərazidə yerləşirdi. Dövlətin ərazisi inzibati baxımından indiki Cənubi Azərbaycanı, İran dövlətinin ərazisini və bizim hal-hazırda yaşadığımız Şimali Azərbaycanın bəzi cənub torpaqlarını əhatə edir deyirik. Dövlət yarananda, həmçinin Albaniya dövləti də sonradan formalaşanda deyəcəyik ki, hər iki dövlət Azərbaycanın vahid xalq formasında formalaşmasında böyük əhəmiyyəti olub deyəcəyik. Atropatena dövlətinin yaranmasının bir sıra əsas səbəbləri var ki, bunlar nədir? Birincisi əsas məsələ odur ki, İskəndər öləndən sonra 323-cü ildə eradan əvvəl vəfat edir və onun dövləti bir neçə yerə parçalanmış olur. Məsələn, Makedoniyanın Selevkiləri Misir ərazisindən və Azərbaycanda Atropatena və Albaniya. İskəndərin imperiyası parçalandı və Atropatena dövləti yaranmış oldu. Həmçinin Atropatın öz xalqına arxalanması, yerli döyüşkən tayfaların Atropata etimad göstərməsi və Atropatın Makedoniyalarla qohumluq əlaqələri dövlətin yaranmasında mühüm rol oynayıb. Dövlətdə əsas paytaxt rolunu Qazaka şəhəri oynayır, amma əsas ikinci bir şəhər var ki, qış iqamətgahı Fraspa. Buna bəzən biz paytaxt şəhər kimi belə deyək də zənn edə bilirik, amma əsas paytaxt şəhər Qazakadır. İkinci vacib şəhər isə Fraspadır. Buna qış iqamətgahı da deyilir. Dövlət Manna kimi qullar monarxiya dövlətidir, amma mərkəzləşmiş dövlət deyil Atropatena. Manna mərkəzləşmişdir, amma Atropatena yox. Ölkəni bayaq dediyim kimi Atropatlər sülaləsi idarə eləmiş olacaq. Dövlətin formalaşmasında bir neçə əsas tayfa mühüm rol oynayıb. Bunlardan biri Maqlar, Müqlər, Kadüslər, Kasplər, Saklardır. Saklar və Kadüs tayfaları isə Əhəmənilər mövzusundan tanışdır, çünki onlar Qavqamela vuruşmasında iştirak edən tayfalardır. İndi baxırıq tayfaların öz xüsusiyyətlərinə. Maq tayfaları adı hardan gəlir? Maq sözü Zərdüştlü kahinlərinə verilən bir addır. Yəni kahinə maq deyilirdi həmin dövrlərdə və onlar Avesta kitabının mühafizəçisi sayılırdı. Həm də o dayının xidmətçiləri, Zərdüştlü təlimini təbliğat aparan şəxslərə biz maq deyirdik. Onlar həm Midian, həm də Atropatenanın həyatında müəyyən rol oynayıb və bunu mütləq yadda saxlayın, testlərə düşür. Müq tayfaları haqqında, bir də ki, Kasplər haqqında bizə ilk məlumatlar eradan 5-ci əsrdə verilmiş olur. Müqlə bağlı Muğan ərazisi bizə tanışdır. Hal-hazırda Azərbaycan ərazisində Muğan ərazisi bu tayfalarla əlaqələndirilir. Və mənbələrdə biz bu tayfalar Araz boyu tayfalar kimi baxırıq. Kadüslər isə Qavqamela döyüşündə dediyim kimi iştirak edilmiş tayfalardır və döyüşkən tayfa hesab olunur. Baxın, bir Kadüslər, bir də Saklar döyüşkən tayfa sayılmış olur. Bunların ikisini mütləq yadda saxlayın. Kasplər bayaq dediyim kimi bizə onlar haqqında ilk məlumatlar 5-ci əsrdə verilibdir və Xəzər dənizinin keçmiş adı olan Kaspi dənizi bu tayfaların adına bağlıdır. Daha sonra gəlirik nəyə? Gəlirik indi Atropatenanın təsərrüfat həyatına və əhali məşğuliyyətinə. Əhali əsasən əkinçilik, maldarlıq, sənətkarlıq, metal işləmə sahəsi ilə məşğul olublar. Həmçinin onlarda əsasən atçılıq dağcı yaşayılıb maldarlıqda və Çində bu atlara səma atları deyirlər. Səma atları anlayışı ancaq Atropatena mövzusuna aiddir. Bəzən testlərdə bunu aparıb Mannaya əlavə edə bilirlər, artıq yanlışdır. Daha sonra Çin və Hindistandan gələn tacirlərlə əlaqələrin müəyyən qədər olması Atropatena mövzusunda vurğulanan bir məsələdir. Daha sonra gəlir şəhərlər məsələsinə. Şəhərlər sənətkar və ticarətin inkişafı nəticəsində formalaşmış olur və əsas vacib şəhərlər Qazaka, Fraspa, Fanaspa, Aqnazanadır ki, bunlardan Qazaka, Fraspa hökmdar şəhərləri hesab edilmiş olur. Daha sonra Atropatenada hərbi işdə daha çox midya yağından istifadə olunur deyirik. Bu testlərə çox düşən bir anlayışdır. Və gəlirik Atropatena dövlətində nə? Eradan əvvəl 3-cü əsrin 1-ci rübündə deyirik ki, Atropatena dövlətinin ərazisi Qara dəniz sahillərindən Xəzər dənizinə qədər uzanırdı və Artabazan adlı hökmdarın dövründə deyirik ki, dövlətin əraziləri şərqdə Hirkan dənizinə qədər, yəni Xəzər dənizinə qədər gəlib çatmış olur.
Artabazan dövründə ən mühüm məsələ və testlərə dəfələrlə düşən bir anlayış Selevklərin Atropatenə hücum məsələsidir. Eradan əvvəl 223-cü ildə Selevk hökmdarı 3-cü Antiox ölkəyə hücum edəndə Atropatena hökmdarı Artabazandı. Əvvəlcə bu niyyətdə saxlayırsınız. Artabazan hücum eləyir və Atropatena Selevklərdən asta hala düşür ta ki Eradan əvvəl 190-a qədər. 190-cı ildə Magneziya döyüşü olur və Magneziya döyüşündə Romanın Selevkləri vuruşur və bu vuruşma nəticəsində Roma Selevkləri məğlub edir və Atropatena yenidən müstəqil olur. Bu yenidən müstəqil olmaqla yanaşı Magneziya döyüşü testlərə dəfələrlə düşən məsələdir. Ona görə mütləq saxlayırıq. Daha sonra Eradan əvvəl 2-ci əsrin 2-ci yarısında deyilir ki, Parfiya dövləti Selevklərə ağır zərbə vurur və onun ərazisini öz tərkibinə qatırır və Selevklərdən öz Parfiyana bağlı əməliyyatlar öyrənir. Parfiya dövlətinə baxış özəlliyi ondan ibarətdir ki, Çindən Roma torpaqlarına qədər uzanan böyük İpək yoluna məhz Parfiya nəzarət eləmiş olurdu, həm də şərqlə qərb arasında bir növ halqa rolunu oynayırdı. Ərazilərini qərbə doğru genişləndirməyə çalışırdı. Amma şərqə doğru can atmağa çalışanda Romaya toqquşmuş olur. Ona görə də onlar arasında artıq bir neçə mübarizə baş verəcək. Deməli, Eradan əvvəl 2-ci əsrin artıq 2-ci yarısında Parfiyana Atropatena müttəfiq olmağa doğru gedir. Bunun da bir neçə səbəbləri var idi. Çünki Parfiyana Atropatena Romaya Yunan Makedoniya tayfalarının istilaçısı kimi, dövlətin istilaçısı kimi baxırdılar və bundan sonra deyirik ki, Parfiyana Atropatena mədəni cəhətdən yaxın idi və Atropatena Parfiyaya öz adamı kimi baxırdı, yəni yaxın bir şəxs kimi baxırdı, yəni onlar yaxınlaşacaqlar. Və Eradan əvvəl 3-cü ildə Kras şərqə yürüş edəndə Atropatena toqquşacaq və bunlar arasında kara döyüş baş verəcək. Bu döyüşdə Turan taktikasından istifadə edilmiş olur və Turan taktikası nəticəsində Parfiyana Atropatena Romanı məğlub elətdirəcək. Daha sonra Eradan əvvəl 38-ci ildə tərəflər yenidən toqquşmuş olur, amma burada artıq Roma qalib gələcək. Eradan əvvəl 36-cı ildə Antoni şərqə yürüş edəndə bunlar Fraspa şəhərində toqquşurlar. Romalılar Fraspa şəhəri mühasirəyə alsalar da o şəhəri tuta bilmirlər və Eradan əvvəl 36-cı ildə baş vermiş bu Fraspa döyüşündə Atropatenanın Parfiya qüvvələri Romanı məğlub edəcək. Bu zaman hökmdar Artabaz idi. Atropatenada bu müddət saxlayırsınız və bu döyüşdən sonra bir müddət sonra Parfiya ilə Atropatena arasında bir çəkişməli dönəm baş verir. Həm qənimət üzərində problemlər almış olur, həm də ki Parfiya Atropatenanı artıq özünün tərəf çəkmək istəyirdi, işğal eləmək istəyirdi. Ona görə Artabaz Romana yaxınlaşır. Romana yaxınlaşanda Oktaviana diplomatik əlaqələr yaradır və oğlu Ayrabarcanı Romaya göndərir. Ayrabarcan 10 il Romada yaşayandan sonra deyirik ki, hakimiyyətə gələcək və hakimiyyətə gəlməsində Oktavian kömək edir. Ayrabarcan 10 il Romada olduğu müddətdə Kiçik Asiyada yaşayan ermənilər üzərinə ona hakimiyyət verilir. Ona görə Kiçik Asiya əraziləri Atropatenanın bir müddət mülkü sayılmış ərazilər sayılır. Daha sonra bunlar arasında çəkişməli bir durum müəyyən dövrə qədər davam edəndən sonra Atropatena Parfiya öz ittifaqını yenidən bərpa edəcək. 1-ci əsrin əvvəllərində, amma daha dəqiq desək, eramızın 20-ci ilində Atropatlərin son nümayəndəsi olan Ayravaz hakimiyyətə gəlib gedəndən sonra, yəni öləndən sonra dövlət zəifləməyə başlayır və Ayravaz eramızın 20-ci ilində ölür. Öləndən sonra da dövlət zəifləyir, artıq dövlətçiliyi itirmiş olur və dövlət Parfiyanın Arşaklar sülaləsinin hakimiyyəti altına düşür, ta ki Parfiya süqut edənə qədər, yəni 224-cü ilə qədər, amma eramızın 224-nə qədər. Və beləliklə Atropatenanın dövlətçiliyi ənənələrinə son qoyulmuş olur. Və gəlirik indi məsələyə nəyə? Bunlar dini baxımdan Zərdüşt olublar və Zərdüştlük dininin bayaq dedik ki, mərkəzin Qazaka şəhəri idi. Əsas müqəddəs kitab isə Avesta olub. Zərdüştlün əsas mahiyyəti xeyrin şər üzərində qələbə qazanması idi. Yəni Hürmüzün Əhriman üzərində qələbə qazanmasının məsələsinə əsaslanır. Avesta kitabı bilirik ki, İskəndər Əhəmənilər üzərinə hücum edəndə o kitabı bir dəfə yandırıb. Amma müəyyən dövrə qədər Avestanın qalıqları gəlib çıxıbdı bizə və fransız alim Anquetil de Baron Hindistanda yaşayarkən Avesta kitabına tanış olur və 1771-ci ildə ilk dəfə olaraq onu fransız dilinə tərcümə edib Avropaya çap elətdirir. Yəni Avropanın Avesta kitabına tanış edən şəxs bu şəxsdir, Anquetil de Baron. Amma hal-hazırda Hindistanda yaşayan parslar, İranda yaşayan qəbirlər Zərdüştlük dininə inanır deyirik.
Və Zərdüştlük dinindən bəzən təbiət dini də deyilir. Bu da ünsürlərlə bağlıdır. Çünki su, od, torpaq, hava bu din üçün müqəddəs sayılırdı. Əsasən də od. Çünki Zərdüştlük atəşpərəstlik dinidir. Yəni Zərdüştlük atəşpərəstlik eyni şeydir. Aha, sonra gəlirik nəyə? Atropatena dövləti dini baxımından Yunan mədəniyyətinə yaxın olurdu. Çünki Yunan mədəniyyətinin təsirinə məruz qalan dövlətlərdən biri Atropatenadır. Bir də gələn dəstəkləyəcəyik ki, Albaniyadır. Perifto məbədi anlayışı Yunanlılarla bağlıdır. Yunan qəhrəmanı, Yunan tanrısı Heraklın şərəfinə sitayiş olan abidədir. Bu abidəyə biz Atropatenada rast gəlirik deyənə Yunan mədəniyyətinin təsirinə məruz qalmalarını sübut edə bilirik. Və həmçinin kilometrdən istifadə və Yunan tanrılarına sitayişin olunması da Atropatenanın Yunan mədəniyyətinin ya da İllin mədəniyyətinin təsirinə qaldığını sübut eləmiş olur. Atropatena da türk mənşəli dövlət olub. Eradan əvvəl 1-ci minillikdə yaranıbdır. Həmçinin qulublar monarxiya dövləti olub deyirik.